Dostlar salam. Növbəti məntiq testimizi həll edək. Sual işarəsinin yerinə uyğun gələn ədədi tapın. Baxırıq ki, bizə 3 sətir və 4 sütundan ibarət cədvəl verilib. Və bu cədvəldə müxtəlif hərflər var. Və biz də bu verilmişlər arasında qanun uyğunluğu müəyyən edib, sual işarəsinin yerinə uyğun gələn variantı tapacaq. Bu tip testlərdə bizə vurma cədvəlini xatırladır, verilmiş cədvəl. Burada vurma işarəsi olur və burada 1, 2, 3, burada da 1, 2, məsələn 1 ilə 1-in hasili bura yazılır. 2 ilə 1-in hasili onun kəsişmə nöqtəsinə yazılır. Burada da bu hissədə müxtəlif əməliyyat aparılır. İndi biz həmin hansı əməliyyat aparıldığını tapmağa çalışaq. AB ilə AD-nin kəsişməsi sual işarəsi olduğuna buna dəymirik. AC ilə AD-nin kəsişməsinə CD yazıb. Baxırıq ki, AC, AD, hər ikisində A var, amma kəsişməsində A yoxdur. Amma birində C var, birində yoxdur, birində D var, birində yoxdur. Deməli, olmayan, birində olub, o birisində olmayanı onun kəsişməsinə yazıb. C, AC-də var, amma AD-də yoxdur. D isə AD-də var, AD-də olmadığına bura yazıb. Növbətiyə baxırıq. CD ilə AD-nin kəsişməsi. Baxırıq ki, C yoxdur, birində var, birində yox, yazıb bura. D hər ikisində olduğuna yazmıb. A isə birində var, birində yoxdur deyə yazıb. Növbətini yoxlayırıq. AB ilə BC-nin kəsişməsini. A AB-də var, BC-də yoxdur. Ona görə yazıb kəsişməsinə. B hər ikisində olduğuna yazmayıb. C BC-də olduğuna görə yazıb. AB-də yoxdur. Deməli, biz anladıq ki, xanaların kəsişməsi birinci sətir və birinci sütundakı xanaların kəsişməsində hansı kəsişmə əmələ gətirdiyi, kəsişmənin yerləşdiyi yerdə hər ikisində olan hərf yazılmır. Birində olub, birində olmayan hərf yazılır. AB ilə AD-nin də kəsişməsində A hər ikisində var. Ona görə A yazılmayacaq. B birində var, AB-də. AD-də yoxdur. Ona görə biri B olacaq. Birində D var AD-də, amma AB-də D olmadığına görə biri də D olacaq. Deməli, bizim cavabımız BD olacaq. BD də bizim Y variantına uyğun gəlir. Dostlar, testlə bağlı hansı suallarınız olarsa, yorumlarda yazın, tezliklə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.